Salam. Mənim kimi qızınız olsun istəyərdiniz. Gizlin lezbiya ilə oynayan. Spiçka taxtasının hər tərəfi yanmır deyə ürəyim sıxılırdı və bir-bir bütün spiçkaları hər tərəfli yandırırdım ki, hamısı kömür rəngdə olsun. Otağa girib gizlin ayaqlarımı pəncərədən salladırdım və bir çox belə hadisələr. Bir dəfə televizorda bir komediya gedirdi və gəlin rolunu kişi oynayırdı. Daha doğrusu bığlı kişi. Evdəkilər baxıb gülürdü və o an mənim içimə bir qorxu düşdü. Birdən mən də böyüyəndə bığlı gəlin olaram. Getdim hamama, babamın britvasını götürdüm və ağzımın üstünü olmayan bığımı qırxdım. Və bunu eləyəndə mənim sadəcə 2 yaşım var idi. Daha sonra elə bil ki, heç nə olmayıb, gəldim oturdum evdəkilərin yanında. Birdən anam gördü ki, ağzımın üstü qanır. Soruşdu ki, bu nədir? Mən də başladım ağlamağa ki, mən bığlı gəlin olmaq istəmirəm. Və dedim ki, bığımı qırxmışam. Bağçada bütün uşaqlar yatanda mən bir-bir podruqalarımın kravatına tullanıb onları oyadırdım. Məndən həmişə demək olar ki, bütün uşaqların zəhləsi gedib. İndi də mənim onlardan zəhləm gedir. Çox lazım idilər. Əsas sonra mənim ən yaxın podruqam qabağıma çıxdı və indiyə kimi ən yaxın podruqamdır. Sağ olun.